İmam Baqir əleyhissalam Cabir-i Cöfiyə nəsihət eləyir. Buyurur, və'ləm bi ennəkə la təkun lənə vəliyyən hətta ləv ictəməə aleykə əhlü misrik və qalu innəkə rəculun su ləm yəhzunk. Buyurur ki, sən bizim dostumuz olmayacaqsan o zamana qədər ki, bütün şəhər, bütün ölkə əhalisi toplaşsın, desin sən pis adamsan, qəmlənsən əgər bu sözdən, kədərlənsən, sən bizim dostumuz deyilsən. Görün, nə qədər müstəqil ruhiyyəli insan yetişdirmək istəyir. وَلَوْ قَالُوا أَنَّكَ رَجُلٌ صَالِحٌ Əgər desələr ki, sən salih bir adamsan, bütün ölkə, bütün xalq, sən sevinməyəsən. Bu xüsusiyyətlər səndə olmayana qədər, sən bizim dostumuz sayılmazsan. O vaxta qədər ki, bütün dünya, ölkə sənə desin, sən pis adamsan, heç zərrə qədər qəmlənməyəsən. Və bütün ölkə səni tərifləsin, zərrə qədər sevinməyəsən. İxlasın bu həddini istəyiblər bizdən. İxlas, yəni ictimai rəydən azad olmaq, asılı olmamaq. İxlasın mənası budur. Riyakarlıq, yəni acizlik, cəmaatın fikrinin dalıca qaçmaq. Bu məsələdə Allah həssasdır. Allah istəyir, inanclı insan müstəqil olsun. 99% işin Allah üçündürsə, 1% kimin üçündürsə, hamısını rədd edir, qəbul eləmir. Allah istəyir ki, bir adamdan da asılı olmayasan. Fikrin, mövqeyin, yolun. وَلَكِنْ اَعْرِضْ نَفْسَكَ عَلَى كِتَابِ اللّٰهِ Buyurur ki, özünü Allahın kitabına təqdim elə. Meyarları oradan götür. Uyğun gəlirsənsə, hamı səni söysün, niyə narahatsan? Uyğun gəlmirsənsə Quranın meyarlarına, o zaman hamı səni tərifləyəndə nə dəyişəcək ki? İnsanlığın meyarını ictimai rəy müəyyən eləmir. İctimai rəy dəyişkən bir şeydir. Sabitdir o meyarlar. O meyarlar Allahın kitabındadır. Neçə nəfər belə adam var? Neçə nəfər? Mən sual verirəm bütün məni dinləyən insanlara. İmam Baqir əleyhissalamın ki, bizim dostumuz belə adamlardır. Neçə nəfər belə insan var ki, bu ictimai rəyə sayğısızlıq mənasında deyil, bu möhkəmlik, güclülük mənasındadır. İctimai rəydən bu qədər azad olsun. Əl-mümin kəcəbəlir-rasih. Mömin möhkəm dağ kimidir, deyir. Onu heç nə yerindən tərpədə bilməz. Hətta bəzi hədislərdə var, dağdan da möhkəmdir. Deyir, dağdan külünglə nəsə qopartmaq olar, o böyüklükdə dağdan külünglə nə qopardacaqsan? Deyir, ondan da möhkəmdir. Mömindən nəyisə qoparmaq mümkün deyil. Biz fərdi dini xoşlayırıq, fərdi yaşamağı xoşlayırıq. Nə üçün? Çünki qorxuruq ictimai proseslərə qoşulmaqdan ki, söz-söhbəti var, cəmaatın belə baxması var, elə baxması var, tənqidi var, təhqiri var. Həzrəti Yunus əleyhissalam qövmünü tərk eləyib getməklə Allah onu cəzalandırdı, öz peyğəmbərini. Dedi, get xalqın içinə və döz, səbr elə, möhkəmlən, azad ol. Sənin üçün nə deyirlər, nə demirlər, bu fikirlərdən azad elə özünü. Dinimizdə ki, deyir, əmr biməruf, əmrun bilməruf və nəhyun anil münkər. Yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirmək insanları, bu nə deməkdir, mənası nədir? Yəni, mənim qüdrətim var cəmiyyəti dəyişməyə. Mənası budur. Yəni, mənim gücüm var cəmiyyəti dəyişməyə. Mən cəmiyyətin əsiri deyiləm. Cəmiyyətə təsir eləmək potensialım var, qüdrətim var. Adam, bax, bu cümləni yadda saxlasanız yaxşıdır. Adam cəmaatı sevsin, amma cəmaatın sevgisinin dilənçisi olmasın. Bu çox mühümdür, xüsusilə də ictimai xadimlər üçün. İnsanları sevsin, amma təmənnasız sevsin. Belə adamlar səmimi xidmət eləyir xalqa. Xalqa ürək yandırır. Belə insanlar fədakarlıq eləyə bilir. Sevir, qarşılıqsız sevir.
Amma sevib qarşılıq gütsə, cəmaat ona qarşı, belə deyək, soyuq olanda ruhdan düşəcək. Gedib oturacaq bir küncdə, küsəcək, bir həddə qədər xidmət eləyəcək, təşviq olunana qədər. Ondan sonra fəaliyyət göstərməyəcək. Və yaxud da sevgi dilənçisi olsa, mövqeyini dəyişəcək. O sevgiyə uyğun ki, necə eləyim sevilim? Onda haqq meyar olmayacaq. Meyar olacaq insanların sevgisi. Amma xalqı qarşılıqsız sevən insan, təmənnasız ona xidmət eləyəcək. Və bu fədakarlığın nümunəsidir. Və şəhidlər də bunlardan seçilir. Şəhidlər bu kimi insanlardan seçilir. Uşaqlıqdan bu tərbiyəni övladlarımıza vermək lazımdır. Məsələn, uşaq məktəbdən gəlib danışır ki, bugün müəllimə məni təriflədi, məsələn, hamı məni alqışladı. Valideyn o saat məst olmasın ki, ay oğlum nə gözəl, ay qızım nə gözəl, belə deməsin. Desin, lap yaxşı olan şeylərdir. O qədər də mühüm deyil. Alqışladılar, laf yaxşı alqışlamadılar da. Və yaxud da səhərsi gün oğlu, uşağı, qızı qəmgin gələndə məktəbdən ki, 200 nəfər mənə güldülər, yenə də desin ki, narahat olma, önəmli məsələ deyil. Elə həyatda belə olacaq. Gah alqışlayacaqlar, gah tənqid eləyəcəklər, gah təhqir eləyəcəklər. Cəmiyyətdən təsirlənmədən cəmiyyətə xidmət eləmək, bax, cənnətin yolu budur. Cəmiyyətdən təsirlənmədən, meyarın cəmiyyət yox, haqq olsun. Bax, bu insanlar. Biz Fatimiyədə bundan danışmalıyıq. Fatimiyənin deyərdim, ana mövzusu budur. Çünki bir daha deyirəm, Fatimiyədə Kərbəladakı kimi qan, can tələb olunmurdu. Fatimiyədə cəmaat niyə sustu? Çünki dedilər ki, mənə nə deyərlər? İctimai rəyə palaza bürün, ellə sürün prinsipinə görə xanım Zəhranı dəstəksiz qoydular. Heç kəsə can təhlükəsi yox idi Fatimiyədə. Heç kəsə. Heç kəsin qüdrəti də yox idi o işləri görməyə. Sadəcə olaraq hamı bir-birinə baxdı, dedi, cəmaat belə elirsə mənim nə işimə qalıb. Neçə dəfə danışdım, 40 gündən sonra birinin qapısını döyür xanım Fatimə Zəhra, deyir, məndən qabaq getdiklərin nə dedi? Deyir, heç biri mənə, ma əcabəni əhadun, heç kəs mənə cavab vermədi. Ondan sonra deyir ki, onda mən də bağışlayın xanım, mən üzrlü sayın, mən bu işə qoşulmuram. İctimai rəydən bu qədər asılı, zəif və zəlil cəmiyyət idi Mədinə cəmiyyəti. Bu qədər zəif və zəlil cəmiyyət idi. Bir-birinə baxırdı. Fərqli, prinsipial, düz, haqqa əsaslanan mövqe tutmaq istəmirlər. Siz təsəvvür eləyin Həzrət Fatimənin məzlumiyyətin səbəbi budur. Görün, bu nə qədər mühüm mövzudur. İctimai rəydən asıllıq, cəmaatın fikri ilə oturub durmaq, səbəb olduğu boyda Fatimiyə yarandı. Görün, mənim toxunduğum mövzu nə qədər önəmlidir. Bir nəfər çıxıb demədi ki, olmaz belə. Bunu demədi. Bu bir cəmiyyətin ölü vəziyyətdə olmasıdır. Cəmiyyətin ölü vəziyyətdə olmasının göstəricisidir. Bəli, insanın yetkinliyinin əlaməti cəmiyyətə faydalı olmasındadır. Cəmiyyətə faydalı olmaq üçün ilk növbədə cəmiyyətdən azad olmalısan. Onda cəmiyyətə fayda verə bilirsən. Bəli, insan xalqına, cəmiyyətə xidmət eləməlidir. Fikri baxımdan insanın yetkinliyi özünü cəmiyyətin bir üzvü kimi görməsindədir. Bir uşaq körpə yaşlarından necə hiss edir ki, bu tək deyil. 3 yaşda, 4 yaşda uşaq, məsələn, deyir, bu qaqaşdır, bu bacıdır, bu atadır, bu anadır, bunları deyir. Hiss edir ki, bu ailənin üzvüdür, bir cəmin bir tərkib hissəsidir. 14 yaşına çatandan sonra dostların əhatəsində olur, onların fikri onun üçün önəmli olur, sonra cəmiyyətə daxil olur. Biz təsəvvür eləyək ki, məsələn, 100 nəfər bir gəmidə hərəkət eləyir. O gəmi qəzaya uğrayır, gedirlər, düşürlər bir adamsız bir adaya. O cəmiyyət necə bir-birinə bağlı olar? 40 nəfər hamısı, belə deyə də hansısa bir fövqəladə situasiyada qalıblar bir yerdə, necə bir-birinə bağlı olarlar?
Adam 10 milyon xalqa elə hisslə yanaşmalıdır. Mən qeyri-mümkün haqda danışmıram. Mən İslamın arzu elədiyi cəmiyyət modeli haqqında danışıram. Kim qəbul edir, eləsin, eləmir, eləməsin. Mən qeyri-mümkün haqda danışmıram. Qeyri-mümkün haqqında danışmağa vaxt sərf eləmək ağılsızlıqdır. Bu mümkündür və labüddür, vacibdir. Hansısa bir eyni taleyi yaşayan insanlarla bir cərgədə dayanmış kimi insan özünü hiss eləsin. Budur dinin qayəsi. Bir-birimizin əlindən tutaq, bir-birimizə deyə diqqətli ol. Çünki biz bir yerdə hərəkətdəyik. Bu his bizdə olmalıdır, bu his. Bu his olmayınca iman kamil ola bilməz. Biz cəmiyyəti hiss eləməsək, məsuliyyət hissimiz olmasa, hərə özü üçün yaşasa dəyər adında esinə qalmaz. Necə ki, müasir bəşəriyyət dəyərləri bir-bir belə tapdalayıb. Bəşəriyyətin indiki durumu budur. Və bu da qərb mədəniyyətinin təlqin elədiyi o fərdiçilik, o individualizm yanaşmasıdır. Hərə özü üçün. Bu ilahi fitrətin yolunu azmağın göstəricisidir. Belə cəmiyyət xoşbəxt ola bilməz. Bir alim misal çəkir, deyir ki, müsəlman cəmiyyətinin misalı alpinistlərin misalı kimidir. Alpinistlər necə bir-birinə bağlanıb hərəkət edirlər. Bu obrazlı bənzətmə deyil, bundan da daha sıx olmalıdır əlaqə. Çünki onlar bir istiqamətə hərəkət edir. Birinin hərəkəti digərinə təsir göstərir. Mümkün deyil təsir göstərməsin. Bir insan yetkinliyə çatsa, cəmiyyətlə bu münasibətdə olar. Belə deyilsə adam, dini də yoxdur, dini yoxdur deyirəm. Və belə deyil, insanlığı da nöqsanlıdır, insaniyyəti də yoxdur bu insanın. Biz ailədə təhsil sistemimiz vasitəsilə hər cür yolla belə bir ruhiyyədə insanlar formalaşdırmalıyıq. Bu bir cəmiyyət olaraq bizim vəzifəmizdir. İnsanın yetkinliyinin əlaməti nədir? Budur ki, insan bilsin ki, onun taleyi xalqının taleyinə bağlıdır. Bu din məntiqidir, Quran məntiqidir. Cəmiyyətin bir üzvünün bir səmtə hərəkət eləməsi mütləq cəmiyyətin başqa üzvünün hərəkətinə təsir göstərir. Bu belə bir qayda var. Sən demə, mənim nəyimə lazım, can onun cəhənnəm tanrının, yox. Bu bir cəmiyyətdir. Cəmiyyətdə fərdlərin hansı səmtə yönəlməsinin bir-birinə bilavasitə təsiri var. Kamil insan dini nöqteyi nəzərdən cəmiyyəti öz ailəsi kimi görən adamdır. Din bunu deyir ki, təkcə ailən sənin üçün, üzr istəyirəm, hədislərdə var bu, deyir, digər canlılar da ailələrinin qayğısına qalır. Sənin fərqin var, sən insansan. İnsan nə deməkdir? İnsan, yəni bütün cəmiyyəti öz ailəsi kimi görən. Bu şişirtmə deyil. Allah haqqı şişirtmə deyil. Adam bilmir ki, necə fəryad eləsin ki, cəmaat inansın. Sözün birbaşa mənasında cəmiyyəti ailəsi kimi görən insan. Hərçənd ki, bunu da deyim ki, qərbdə heç ailə də qalmayıb. Heç ailə anlayışı da qalmayıb. Heç evlənmək istəmir. Evlənir, uşaq dünyaya gətirmək istəmir. Gedir, restoranda yemək yiyir, ər öz hesabını verir, arvad öz hesabını. Demirəm, bütün qərblilər belədir. Bu mədəniyyət bunu təlqin edir. Bunu təlqin edir. Bilirsiniz nə üçün? Elə bilir ki, elə daha rahat yaşayacağım. Nəyimə lazım? Ömrümü kiməsə deyir, sərf eləyim. Deyirsən ki, cəmiyyətin qocalır. Birazdan sonra Avropada Avropalı qalmayacaq. Deyir, nəyimə lazımdır? Cəmiyyətin mənə nə dəxli var? Mən 50 il yaşayacağım. Mən ondan sonra kim qalır, kim gedir? Bu qədər məsuliyyətsizlik. Və istəyir bundan rahat yaşasın, rahat da yaşaya bilmir. Bilirsiniz, sonra yaşdaşır, tənhalıq nazirliyi yaradır ki, tənhalar o qədər çoxdur cəmiyyətdə ki, ata, oğul, övlad, ana anlayışı itir. Allah yaradı baxı bu insanı. Bir yeri səhv getsən yolu, elə dünyada bədbəxt olacaqsan. Allah qaydaları özü tənzimləyir.
Qısası imanlı insan üçün ancaq və ancaq biz anlayış olmalıdır. İmanlı insana aşılamaq lazımdır məscidlərdə ki, təklikdə yaxşı adam olmaq olmaz. Çətindir, o olmaz. Mümkün deyil. Belə bir mexanizm qoymayıb Allah. Ki, bir insan təklikdə kamilləşsin, bu yoxdur. Belə bir yol yoxdur. Belə bir yol yoxdur. İnsanı ictimai münasibətlər təkmilləşdirir. Mənəvi təzkiyə, mənəvi təmizlənmə ictimai proseslərin içində mümkün olur. Sən birinin nöqsanına dözürsən, o sənin nöqsanına dözür. Bir-birinizi həzm edirsiniz, ailədən bu başlayır, cəmiyyətin içində, ictimai mühitdə. Bax, bu dözmək, güzəşt eləmək, göz yummaq, bütün bunlar mənəvi təmizlənmə prosesidir. İrfan bu vasitə ilə mümkün olur. İrfanın yolu bundan ibarətdir. Bir alim deyir ki, bir dənə də ya eyyuhəllədinə amenu ayəsi Məkkədə nazil olmayıb. Məkkədə İslam cəmiyyəti formalaşmamışdı deyə bütün ey iman gətirənlər müraciəti o zaman müsəlmanlar layiq oldular ki, Məkkədə ictimai toplum halında yaşamağa başladılar. Yəni bir vahid kimi cəmə müraciət edir Allah, ey iman gətirənlər. Yəni bir ictimai kimliyi müraciət ünvanı seçir. İctimai kimliyi. Allah ictimai kimliyə, xalqa, topluma müraciət edir. O toplum formalaşmayana qədər hərə fərdi qaydada özü üçündürsə, Allah layiq bilmir onlara desin, ya eyyuhəllədinə amenu, ey iman gətirənlər. Allahın işi cəmiyyətləndir. Aydındır, Allahın işi cəmiyyətləndir. Və din də gəlib belə bir model yaratsın. Çünki dinin əsas missiyası başlıca birinci dərəcəli. Yəni, belə deyə, birinci addımı belə desək daha yaxşıdır. Dünyanı abad eləməkdir, ilk addımda, ilk növbədə. Bunu mən desəm qorxuram ki, inkar eləyən çox olar. Mən bu bir alimin fikridir deyirəm. Özüm də bu fikri qəbul edirəm, amma yəni məsuliyyət onun üzərinə yıxmaq üçün deyirəm ki, bu bir alimin fikridir deyirəm. O çox gözəl bir orijinal fikir səsləndirir. Deyir, hətta belə də deməyin ki, din həm dünyanı abad edir, həm ahirəti. Deyir, onda da yenə başa düşmürlər, nə demək istəyirsiniz. Onda da müsəlmanlar ayılmır, dünyanın abadlaşması, məsuliyyətini anlamır. O alim nə deyir? O alim deyir ki, deyin ki, yox, həqiqətən deyir bu elədir. Həqiqətən belədir ki, dinin işi elə dünyanı abad eləməkdir. Bəs axirət nə oldu? Cavab verir. Deyir, dünya sözün əsl mənasında səhmana düşsə, axirət öz-özünə düzələcək. Dünya sözün düz mənasında səhmana düşərsə, dünya abad olarsa, axirətin abad olmaması mümkünsüzdür. Bu bir qədər təzə sözdür müsəlmanlar üçün. Və bunu da deyim ki, deməyin ki, bəs qərb necə? Qərb dünyanı abad elədi, axirətdən uzaq, mənəviyyatdan uzaq. Mən bunu iddia elə bilərəm tam qətiyyətlə ki, qərb dünyanı abad eləməyib, bərbad eləyib. Qərb insanının yaşayışı yaşayış deyil. Kim mənə nə deyirdisin, mən bu iddiamdan dönən deyiləm. Qərb heç, belə deyək, şərqdə mənəviyyat var, qərbdə maddiyyat qəbul eləmirəm mən bu sözü. Qərbdə maddi həyat da insan həyatı deyil. Ləzzət nöqteyi nəzərdən deyirəm. Deməyək, yenə hansısa dəyərlər falan, heç kəs də bizə qulaq asmasın. Desin ki, mən ləzzətli yaşayış istəyirəm. Bizə de yox, ləzzətlidir, amma dəyərlər falan deyir, mənə dəyər lazım deyil. Mən ləzzətli yaşayış istəyirəm. Mən də bu iddianı edirəm ki, qərb insanında ləzzətli yaşayışdan ilk növbədə onlar məhrumdur. Çünki qaş düzəltmək istəyəndə göz çıxardı. Onların qurduğu dünya göz qabağındadır. Onların insanları ilə də təmasda olanda görürsən, bunlar danışırlar ki, belə elə bil ki, idarə olunuruq, necə deyim, kapital bizi idarə edir, banklardan al, qaytar, bir ömür xərcdə vergi, işdə vergi ödə, sonra o vergidən sığorta filan. Elə bil ki, hansısa bir qlobal maşının içində bir hissəcikləri, hissiyatımızı itirmişik, yediyimizdən, içdiyimizdən ləzzət də ala bilmirik. Bunu mənə bir Avropalı danışırdı. Dedi, mən İmam Hüseynlə tanış olanda, ondan sonra bildim həyat nədir. Dedi, biz boğuluruq. Yaşaya bilmirik. Qərb dünyanı abad eləyibdən biz mənəviyyat, onlar maddiyyat. Bu nağılların vaxtı keçib artıq.
وَلَنُحْيَنَّهُ حَيَاتًا طَيِّبًا. Buyurur ki, وَلَنُحْيَنَّهُ حَيَاتًا طَيِّبًا. Bu nə deməkdir? Quranda da ayə. Buyurur ki, biz insanı pak həyatla dirildərik. Pak həyatla. İmanın ilk əlaməti budur ki, həyatımızı dəyişsin. Dünya həyatımızı dəyişsin. Dindarlığın ilk əlaməti budur. Din birinci növbədə nə edir? Din birinci növbədə həyatın keyfiyyətini artırır. Din dünyanı o qədər abad edir ki, insan axirətə qədər Allahın ağuşunda ilə bu dünyada yaşayır, sonra təhvil verir insanı axirətə. Ona görə bəzi hədislərdə Həzrət Əli dünyanı müdafiə edib. Bir nəfər dünyanı pisləyəndə deyib ki, dünya Allah övliyalarının ticarət yeridir, səcdə yeridir. Çünki axirət dünyada qazanılır. Bəs pisləyib də Həzrət Əli dünyanı. Bax, bugünkü dünyanı pisləyib. Gördüyümüz bu dünya ki, dünyada qurublar ki, heç kəs bu qərb dəyərlərinin hakim olduğu dünyada heç kəs xoşbəxt ola bilmir, ləzzətlə yaşaya bilmir və o dünyanı pisləyib Həzrət Əli. Həmin dünyanı pisləyib. İnsanın yetkinliyi sosiallaşmasındadır. Ancaq və ancaq. İnsan ictimailəşsə həyatı daha ləzzətli olur, istedadları daha çox çiçəklənir. Hansı həyat yaxşıdır? Adamın bir kəsi yıxılır, ölür, dünyadan köçür. 2-3 nəfər gəlir, aparır, onu bastırır. Yoxsa əvvəllər görərdi, kənd yerlərində, şəhərdə. Heç qoymurdular, əlvaqdan qaraya vurasan, qonşulardan biri. Həyat şirin olur, biri görsən, bir işi götürürdü, biri bir işi. Heç o dünyadan köçən insanın ev sahibi bilmirdi ki, necə oldu bu şeylər. Hamısını qonşular eləyirdi. Mən bunu görmüşük də biz bunu. Hansı həyat yaxşıdır? İndividual hara getsin, evə, qapısını bağlasın və xoşbəxt ola bilir. Ola bilirsə belə, sosial həyatdadır insanın ləzzəti, xoşbəxtliyi. İctimai həyatda, bir-birinə get-gəl eləməkdə, dostluq eləməkdə, səmimi olmaqda, bir məhəllənin adamları qohum kimi yaşayırdı, qohum kimi. İndi bir qonşu qonşunu tanımır. İndi bu xoşbəxt həyatdır. Bax, Qərbin təqdim elədiyi həyat odur. İndividualizmin mahiyyəti budur. Mənfəətpərəst sistemin acınacaqlı nəticələri budur. Bu din nə qədər qəribdir ki, bu həqiqəti ilə tanınmayıb. Bir nəfər soruşmur məscidin imam cəmaatından ki, ay imam cəmaat, niyə görə təkid olunub ki, məscidi cəmaatla qılın, namazı məsciddə cəmaatla qılın, nə üçün? Bir nəfər kişi kör idi, gözü görmürdü, dedi, mən gələ bilmirəm, Peyğəmbər dedi, evindən məsciddə ip çəkdilər, ipdən tuta-tuta gəlir, bu qədər zəruridir. Deyir, məscidə getməyən adama qız verməyin. Cəmaat namazında iştirak eləməyən insana. Nə üçün? Namazı bəhanə eləyir, sizi bir yerə toplasın. Biz anlayışını formalaşdırsın. Biz anlayışını. Cəmaat namazı, imama iqtida, bircə hərəkət, bircə qalxmaq, namazdan sonraki ünsiyyət. Bu, əsildir, təməldir. Müstəhəbbi bir iş kimi yox. Bu, prinsipial məsələdir, prinsipial mövzudur. İstəyir ki, hiss elətdirsin ki, sən cəmiyyət üzvüsən, cəmiyyətlə bircə hərəkət eləməlisən. Birlikdə olun ki, birlikdə yaşamağın mənasını başa düşəsiniz. Qardaş olun, bir-birinizi görəndə sevinin, şad olun, kömək eləyin, əl tutun. Şəhid Mütəhəri kitabında tənqid edir, deyir ki, qan vermək lazımdır, bir nəfər ölür, dedi, mən cəmaat namazına tələsirəm. Bu adam başa düşmür ki, cəmaat namazı elə bunun üçündür ki, bir ölüyə qan verib, ölümcül adama can verəsən, can bəxş eləyəsən. Bax, belə bir qardaşlıq mühitində insanlar xoşbəxt olur.
Yeməyinin də ləzzəti başqa olur, içməyinin də ləzzəti başqa olur. Elə xoşbəxt həyatdan danışırıq, biz hansısa mücərrəd, abstrakt dəyərlərdən danışmırıq. Biz praktiki, xoşbəxt həyatın modelindən danışırıq. Mən bir din xadimi kimi bunu da deyim ki, mən hesab edirəm ki, bizim ümumiyyətlə din təbliğimiz də kökündən səhv olub. Əsrlər boyu və bugün də bu səhvi davam edirik. Necə başlayırıq biz? Deyirik, tohid, ədl, nübüvvət, imamət, məad, abstrakt əqidəvi mövzulardır. O dəlillər hamısı lazımdır, inkar eləmirəm. Amma belə bir təəssürat yaranır ki, bir real praktiki həyat var. Bir də mücərrəd dini anlayışlar var. Tohid filan. Mən təklifim nədir? Təklifim budur ki, tohid yəni Allah təkdir. Dərhal o tohidin ictimai təzahüründən danışmalıyıq. Bu tohidin ictimai həyatdakı təsiri nədən ibarətdir? Nübüvvətin ictimai həyatda təsiri nədən ibarətdir? Praktiki, adamlar hiss eləsin. Yoxsa o gözəl həyat modeli təqdim eləyəcək, dırnaq arası gözəl. Sən burada abstrakt anlayışlardan danışacaqsan. Səni qulaq asmayacaq, eşitmək istəməyəcək. Bu vur-havurda, bu həngamədə sənin səsin qulaqlara çatmayacaq. Sən oturacaqsan elə özün deyib özün işləyəcəksən. Yaxud da əxlaqi moizələr məsələn, adam belə eləyər, filan günahı eləmə, filan əxlaqa sahib ol. Yox, bu əxlaqın praktiki ictimai təzahürü. Bunun üzərində. Tohiddən danışan kimi mən də əlavə eləyərdim ki, tohid və onun ictimai təzahürü. Tohid inancının bizim sosial həyatımıza təsiri. Nədən ibarətdir? Praktiki, adam hiss eləsin bunu. Bu dinin çünki mahiyyəti ictimaidir. Peyğəmbər Mədinəyə ayaq qoyan kimi deyir, cəmiyyət yaradır. Cəmiyyət formalaşdır. Allah insanı ictimai varlıq olaraq yaradıb. Mən sizə sual verirəm, biz Allahı nə təsəvvür edir bilmirəm. Allah bizi ictimai varlıq olaraq yaradıb, cəmiyyətin içində qərar tutmuşuq, sonra belə deyir. Deyir, cəmaatla, ictimai münasibətlərlə işim yoxdur, mənli deyil, namazınlandır mənim işim. Belə Allah olar. Mənə əsas maraqlandıran sənin namazındır, orucundur, ibadətindir. Bilirsiniz, insanın bütün mənəvi seyri ictimai münasibətlərdən asılıdır. İnsan gedib qardaşlarla bir yerdə, dostlarla, xalqla, cəmiyyətlə bir hədəf üçün çalışmasa, onun tünd xasiyyətinə dözməsə, bu onun xəsisliyinə səbr eləməsə, o bunun, nə bilim, filan xüsusiyyətinə səbr eləməsə, mənəvi təskiyə, təmizlənmə mümkünsüz bir prosesdir. Təkliyə qapanıb Allaha doğru yol getmək istəyənlər ən egoist adamlardır. O nə ilə mübarizə aparır? İrfanın əsas qayəsi nədir? Mənlə mübarizə aparmaqdırsa, bu məni o qədər qabarıb ki, deyir, mənə gözün üstə qaşım var deyən olmasın. Cəmiyyət içinə girəcəm, hərə bir söz deyəcək. Mən Allaha özüm şəxsi fərdi yaxınlaşıram. Bu ən böyük xəstəlikdir. Xüsusilə dünyanın bu günündə şərqdəki hadisə qərbə təsir göstərir. Dünya darraşıb. Və belə bir vəziyyətdə bunu biz görürük. Bir hadisə bir ölkədə baş verir, bütün regiona təsir edir. Bir nəfərin hərəkəti hətta. Bir anın içində canlı indi biz danışırıq, Amerikada bizə baxa bilirlər. Görün, dünya nə qədər darlaşıb və belə bir zamanda hərə özü üçün yaşaya bilməz. Bir-birinə təsir edir insanlar. Ümumiyyətlə, niyə deyirsən, Allahümmə əccəlli vəliyyikəl fərəc. İlahi, İmam Zamanın zuhurunu tezləşdir. Sən İmam Zamanla nə işin var? Yəni, mən qlobal düşünürəm. Yəni, mən bəşəriyyətin islahını istəyirəm, bəşəriyyətin xoşbəxtliyini istəyirəm. Zuhur istəyinin mənası budur ki, mən o qədər böyümüşəm ki, bütün milyardlarla insanın məsuliyyətinin üzərində hiss edirəm ki, o gəlsin, insanlara fərəz versin, nicat versin. Yoxsa sən nə işin var? İmam Zaman gəlsin, gəlməsin. Fərdi görüş üçün istəyirsən, get, məsələn, xüsusi zikirlər öyrən, ged İmam Zamanla görüş. Niyə deyirsən, gəlsin axı? Gəlsin, deməli, sənin işin dünya inandı. Deməli, sən ictimai varlıq olduğu başa düşürsən. Bir dənə ayə oxuyayım Qurandan, buyurur ki, və izə ərədna ən nuhlikə qəriyyətən əmərna mutrəfiyhə fəfəsəqu fiyhə fəhəqqə aleyhəl qavl fədəmmərna tədmirə. Buyurur ki, biz bir xalqa, bir dəstə insana Allah bəla vermək istəsə, onun üzdə olanlarını fəsada mübtəla eləyər.
üzdə olanlarını fəsada mübtəla eləyər və axırda hamını məhv eləyər, həlak eləyər. Bütün xalqı, bütün cəmiyyəti. Axı, mən neyim, mənim günahım nə idi? Sən 2 qram ağlın olsaydı, sən başa düşərdin ki, sən cəmiyyətin üzvüsən. Necə mən neyim? Sən başa düşmürsən ki, cəmiyyət eyni taleyi yaşayır, cəmiyyətə bir vahid olaraq Allah müraciət edir. Sən bunu başa düşmürsən. Həzrət Salihin dəvəsini bir adam öldürüb, Quran deyir, fəqaruha fədəmdəmə aleyhim rabbuhum bizənbihim. Hamısı cəm deyir. Deyir ki, onu öldürdülər və Allah onlara cəm halda deyir, cəza verdi. Axı, bir nəfər öldürdü. Soruşdular, dedi, bir nəfər öldürdü, başqaları da məsuliyyət daşıyır. Necə yəni, o bir nəfər öldürdü? Məsuliyyət daşıyırsan, insanların səhvinə, düzünə məsuliyyət daşıyırsan.